Salam əziz izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün gilanar, yəni albalı mürəbbəsi hazırlayırıq. Mürəbbəni hazırlamaq üçün uyğun gilanarları toplayırıq. Yəni bir qədər açıq rəngli, yəni çox yetkin olmayan gilanarları toplayırıq. Təmizləyirik, yuyuruq. Bir qədər suyu süzüldükdən sonra qazana əlavə edirik və üzərinə şəkər tozu əlavə edirik. Bizim gilanarımız 2 kiloqramdır. Bunun üçün 2 kiloqram şəkər tozu istifadə edirik. Şəkər tozunun yarım kilosunu gilanarların üzərinə səpirik. Sonra isə 1 kiloqramdan şərbət hazırlayırıq. 1 kiloqram şəkər tozunun üzərinə hardasa yarı stəkana qədər su əlavə edirik. Zəif odun üzərinə qoyuruq. Şəkər tozu əriyir. Şərbət əmələ gələn zaman gilanarın üzərinə əlavə edirik və qazanı odun üzərinə yerləşdiririk. Əvvəlcə odu çox zəif halda yandırırıq. Yavaş-yavaş gilanarlar su verməyə başladıqdan sonra odu gürlaşdırırıq. Elə ki, şəkər tozunun hamısı əridi. Buradan bir qədər şirədən götürürük. Çünki bu şirənin tam mürəbbə halına gəlməsi üçün çox qaynamağa ehtiyac var. Bu isə çox qaynasa mürəbbənin rəngi tündləşər və mürəbbənin keyfiyyəti gözəl olmaz. Biz şərbət hazırlamaq üçün yarı stəkan su əlavə etmişdik şəkər tozunun üzərinə. Onun müqabilində buradan hardasa 1 stəkandan da artıq şirədən götürdük və qalan yarım kiloqram şəkər tozunu da bura əlavə edirik. Gördüyünüz kimi qaynara düşür və bu zaman odu çox gür hala gətiririk. Gür halda mürəbbəni bişiririk. Mürəbbənin bişmə müddəti 15-20 dəqiqəni keçmir. Əgər artıq qaynayarsa, rəngində, özündə xoşa gəlməz bir vəziyyət ola bilər. Gür halda qaynayır, yəni 1 dəqiqə belə kənara çəkilmək olmaz, nəzarətsiz qoymaq olmaz, çünki çox daşmağa meyilli bir mürəbbədir. Gilanar bildiyiniz kimi çox faydalı bir meyvədir. İlk öncə qan hüceyrələrinin sayını artırır, qan yaradıcı xüsusiyyətinə görə tanınır və qanı belə gözəl təmizlədiyinə görə stres və gərginliyi azaldır. Kollagen əmələ gəlməsini gücləndirir, dərini gözəlləşdirir, artrit və oynaq ağrılarına çox faydalıdır. C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir və xəstəliklərə qarşı bədəni möhkəm edir. Bədəndən artıq suyu və toksinləri çıxarır, ürək və damarlar üçün qoruyucu təsir göstərir. Sağlam olmaq üçün gündə heç olmasa bir ovuc gilanar yeməyin çox faydası var. Gilanarın özünün bu cür faydaları olduğu kimi mürəbbəsi də çox faydalıdır. Soyuq qış aylarında, soyuqlama zamanı, boğazda iltihab olan zaman çox faydası olur. Mürəbbənin hazır olmasına demək olar 1-2 dəqiqə var. Bura qaşığın ucunda limon duzu əlavə edirik, qarışdırırıq. Bu şəkildə qaynadığını görürük və ləyənin altını söndürürük. Əmələ gələn köpükləri tamamilə təmizləyirik. Bu şəkildə gözəl, dən-dən, əzilməyən, qabığı soyulmayan bir gilanar mürəbbəsini hazırladıq. Bəyəndinizsə bəyən düyməsini sıxın. Yeni videoları görmək üçün kanalımıza abunə olun. Siz də bu şəkildə hazırlayın, gözəl mürəbbə əldə edin və hazırladığınız bütün nemətləri sağlıqla istifadə edin. Sağ olun,
yeni videolarda görüşənədək.